Biz rica edəcəyik ki, elə öz ad soyadınızla qeydiyyatdan keçəsiniz, çünki bu sonradan qaliblərin müəyyən olunmasında bizə də yardımcı olacaq. 3 qalibimiz olacaq Başkent Restoranlar şəbəkəsi tərəfindən. Birinci yerə 100 manat dəyərində hədiyyə, ikinci yerə 2 nəfərlik səhər yeməyi, üçüncü yerə isə tort hədiyyə olunacaq. Bu fürsəti dəyərləndirə bilərsiniz. Qeydiyyatdan keçirik. Hələ ki 61 nəfər qeydiyyatdan keçib. Vaxt var, bir neçə saniyə ərzində siz qeydiyyatdan keçməyə davam edin və biz sizi gözləyirik. Artıq 72 nəfər olduq. Ön masalar boşdur, ona görə də istədiyiniz təqdirdə siz irəli də gələ bilərsiniz. Həm bizi yaxşı eşitmək üçün, həm də daha yaxından ünsiyyət qurmaq üçün. Təbii ki, sərbəstsiz bu seçimdə. Artıq biz başlayırıq. Qeydiyyatdan keçənlər yenə də varsa əlinizi qaldırın, biz sizi gözləyəcəyik. QR kodu skan edirsiniz, qeydiyyatdan keçirsiniz və siz də avtomatik olaraq iştirakçıya çevriləcəksiniz. Artıq başlayırıq və Data ERP və Süni İntellekt zirvəsi 3-2-1 deyib ilk suallar ekrana gələcək, görək kim daha tez və doğru cavab verəcək. Machine Learning-in ən yaxşı real həyat analogu hansıdır? Bir neçə saniyəniz var. Doğru cavab yaza bilərsiniz, amma yetər ki, bir saniyə olsa belə digərlərini ötəsiniz ki, siz birinci ola biləsiniz. İlk üçlükdə qərarlaşan bizim iştirakçılarımıza hədiyyəmiz olacaq. Vaxt bitdi və doğru cavab insan səhv edib, amma sonra düzünü öyrənəndi. Görək kim? Pandaşvili birincidir hələ ki. İndi görək növbəti sualların cavabından sonra necə olacaq? Növbəti ikinci suala keçirik. Ümumilikdə 7 sualımız var. Big Data'nın əsas xüsusiyyətlərindən biri olmayanı seçməliydiniz. 44 nəfər doğru cavab yazıb, amma yetər ki, saniyə olaraq
Və yaxud da ki, yalnız bu sahə içərisində mənə bir calendar invite gələrsə, bunu təsdiqləmək kimi işlərdir. Hal-hazırda Agentic AI özünün yeni bahar çağını yaşayır. Bütün dünya Agentic AI tərəfinə gedir. Bizdən əvvəl Ömər bəy də göstərdi, Agentic AI əslində necə işləyir. Və bir də insanların AI dedikdə qorxduğu üçüncü hissə var, superintelligence. Bəzi şirkətlər deyir ki, biz superintelligence-a kifayət qədər yaxınıq. Bugün sabah olacaq superintelligence və bütün dünya dəyişəcək. Amma əslində biz buradan çox-çox uzaqdayıq. Çünki bunu hal-hazırda həyata keçirən kompüter sistemlərinin bizə adaptasiyası yoxdur. Superintelligence dedikdə isə artıq insanlar AI-ya lazım deyil. O qədər güclü datanın analizi, o qədər güclü yaddaş, o qədər güclü nəticələnmə var ki, onlar sizsiz də milyonlar üçün, insan üçün müəyyən qərarları yerinə yetirə bilərlər. AI supercycle dedikdə bu hissəsi isə daha çox olacaqdır. Supercycle dedikdən sonra ilk olaraq biz necə AI ilə bərabər əməkdaşlıq eləməyi onun hissəsinə baxaq. Və burada mən sizinlə bərabər AI First Mindset konseptini bölüşmək istəyirəm. 4 hissədən ibarətdir, 4 təməl daşları var. Və bunu dedikdə əslində bizim şirkətlərin daxilində insanla AI-yi bərabər necə davam edə bilərik, o barədə bir məlumat vermək istəyirəm. Hər şey ondan başlayır ki, hər kəs funksiyasından asılı olmayaraq, birinci növbədə AI Copilot kimi istifadə edir. Əminəm ki, burada çoxlarınız ChatGPT-ni istifadə edirsiniz və bəzi taskları hətta ona həvalə edirsiniz. İkinci və bizi daha da yaxınlaşdıran faktor isə nəinki iş yerində, hətta özümüz üçün lazım ola bilən şəxsi istifadə üçün müəyyən AI applicationların tətbiq edilməsidir. Bu çox vacibdir. Çox vacib dediyim zaman şirkətin daxilində insanların AI ilə ayaqlaşması üçün çox vacib bir şeydir. Sizə bir misal verim. Mən Almaniyanın Brandenburg əyalətində yaşayıram və normalda həftə sonlarında ora ölü kimi olur. Heç kim küçələrdə yoxdur, hamı üçün maraqsızdır və mən çalışıram ki, Brandenburgdan kənara, Berlin və ya başqa yerlərə gedim. Kiçik bir AI agent qurmuşam və o mənə 5-ci gün axşam hara gedə bilərsən, harada vaxt keçirə bilərsən, ailənə, oğluna nə maraqlıdırsa, bu barədə məlumat verir və məndən təsdiq aldıqdan sonra ilkin rezervasiyasını eləyir. Çox asan bir formada bu sistemi qurmuşam və belə bir şeyi də siz əslində başlayaraq rahat qura bilərsiniz. Bunu qurduqdan sonra Copilot başladıqdan, şəxsi istifadə üçün istifadə etdikdən sonra növbəti başlayan nədir? Şirkətlərin daxilində biz necə AI-yi tətbiq eləyərək düşünmə tərzi. Və burada çox önəmlidir ki, axın üzərindən, təşkilati struktur üzərindən düşünməyək. Yəni, bəzən belə bir tendensiyalar var ki, bizə AI lazımdır, böyük bir departament qurun, baxaq içində kimi doldururuq, onu gətirin, bunu gətirin. Amma əslində bəlkə də heç problemi yoxdur. Bəlkə də heç bunu avtomatlaşdırmayla da yerinə yetirmək mümkündür. Və nəhayət dördüncü, bu etapı da keçdikdən sonra əsas məsələ həyatınızda Agentic AI şirkət daxilində biznes ekosistemin hər yerinə tətbiq edilməsini təmin etməkdir. Əslində təməl daşlar çox normal səslənir. Gəlin baxaq buna doğru getdiyi zaman bizdən addım-ba-addım nələr tələb olunur. Və bu barədə biraz sizə daha çox məlumat vermək istəyirəm. Şirkət daxilində dedik ki, hər bir işçi AI ilə dost olmalıdır, AI ilə sirdaş olmalıdır. Əgər istəyirsinizsə insanlar effektivliyini artırsınlar, onlara dəstək olun ki, onlar nəinki sirdaş olaraq, hətta bildikləri bütün məlumatları məhz AI-ya pıçıldasınlar. Və bir müddət getdikdən sonra AI-yı sınağa çəkərək ona etibar eləmək üçün bəzi rutin tapşırıqları da onlara həvalə eləsinlər. Buna optimizasiya sahəsi deyək. İkinci gələn sahə isə innovasiya sahəsidir. Yəni, çalışın ki, şirkətiniz daxilində ilk olaraq qısa da, balaca da olsa, müştəri ilə təmas hissənizdə AI-yi istifadə eləməyə başlayasınız. Bunu hardan bilirik? AI botlar. Əlbəttə, demək olar ki, bütün şirkətlərin internet səhifələrində AI botlar var. Amma AI bot bunun başlanğıc yeridir. Arxa tərəfdə məlumatlar, verilənlər bazasının düzgün olmağı önəmli hissələrdən biridir. Son zamanlar bizim üçün çox vacib olan AI First User Experience, yəni sistemlərimizi qurduğumuz zaman, müştərini nəzərə aldığımız zaman yalnız insanları deyil,
AI agentləri də nəzərə alaq. Və üçüncü önəmli olan AI nəzarət funksiyası. Hal-hazırda Avropanın bir çox ölkələrində çox geniş bir vüsət alan AI evaluations funksiyası bunun önəmli göstəricilərindən biridir. Yəni AI-yi boşda buraxsam, o zaman kifayət qədər halüsinasiya olacaqdır. Gündəlik olaraq onun nəzərdən keçirilməsi bu yolda atılan ən önəmli addımlardan biridir. Və üçüncü və son önəmli olan hissə isə AI-dan casus yaratmaq, yəni agentize etməkdir. Burada artıq AI sənin komandanın ayrılmaz bir hissəsi olur. Və sən insan idarə etdiyin zaman, eyni zamanda AI-yi də idarə edirsən. Burada öncəki kimi qeyd edilən kimi, AI bəstəkar ya da AI dirijor deyək, o rolu götürən bir multi-agent olur. Və o, digər agentlərlə, digər insanlarla bir yerdə daha effektivlər iş görür. Son nəticədə vizyonumuz bir müştəri, bir işçi üçün bir agentin olmağının təmin edilməsidir. Təbii ki, burada bizdən aslı və aslı olmayan məqamlar da var. Bizdən aslı olan məqamlar nədir? Və yaxud da ki, daxilən biz bunları necə önə apara bilərik, drive ilə apara bilərik. Çox asan və çox düz olan təşkilatı struktur birinci növbədə buna kömək eləyir. Yəni, AI ilə məşğul olan insanlar mı olsun, funksiya mı olsun, o konkret olaraq rolunu bilməli və buna fokuslanmalıdır. İkinci məsələ isə AI sistemləri qurduğumuz zaman bu bir imkandır ki, öz datalarımıza, öz məlumatlar bazamıza yenidən fikir verək və yenidən analizdən keçirək. Təsəvvür edin ki, sistemlə işləyirsiniz və arxa tərəfdə bir AI agent və yaxud da avtomatlaşdırma edirsiniz. Amma sistem arxasına baxdığımız zaman bir müştəriyə deyə biləcəyiniz, bir daxili işçiyə deyə biləcəyiniz 5-7 dəfə eyni yerdə təkrarlanan məlumat var. Deyək ki, müştəri budur cavabını 15 yerdən AI götürə və istifadə edə bilər. Bu bir imkandır ki, onu yenidən sıfırdan baxasınız və yeniləyəsiniz. Ən tez eləyə biləcəyiniz məsələlərdən biri AI funksiyasını öz marketing, commercial və yaxud da analitika funksiyalarınızın içərisində edilməsidir. Sizə bir misal verim. Əvvəlki olduğum şirkət də, indi də işlədiyim şirkət içərisində çox asan formada AI flowları, yəni AI axınlarını kommersiya organizasiya təşkilatçılarının içərisinə daxil etmişik. Hər gün bizim müştəri account menecerləri yeni şirkətlərlə danışırlar, müəyyən mövcud şirkətlərlə danışırlar. Və bu şirkətlərlə danışdığı zaman məhsulumuzla əlaqədar şirkətlər tərəfindən müəyyən istəklər və ya şikayətlər gəlir. Həmin müştəri meneceri artıq bizə müraciət eləmir. Gong deyilən sistem vasitəsilə bütün transkriptlər bizə gəlir. Orada olan keywordlərə görə lazımi məhsul menecerləri, maliyyə sektoru nümayəndəsi və yaxud da ki, digər funksiyaya birbaşa olaraq ticket request gedir. Və bizim verdiyimiz qərardan asılı olaraq onu təsdiqləyib və ya təksib eləyib geri dönüş olaraq ya müştərinin özünə, ya da agentin, ya da müştəri menecerinin özünə məlumat veririk. Və beləcə minlərlə hallar var ki, biz AI-yı öz sistemimizdə daxil edib istifadə edə bilərik. Dördüncü isə, hər nə qurursunuzsa qurun, daxili sistemlər olaraq AI-yı bir persona olaraq nəzərə almağınız çox-çox önəmlidir. Çünki insanlar hər nə dərəcədə böyük hörmət sahibi və ağıl sahibi olsalar da, beyinlərində müəyyən qədər limitlər var. Xüsusilə böyük şirkətlərdə, holdinglərdə, çoxşaxəli funksiya yerinə yetirən şirkətlər daxilində bəzi məlumatların analiz edilməsi limitlərlə üzləşə bilər. Amma AI üçün bu bir problem deyil. Yetər ki, halüsinasiyası olmasın. Ona görə də sistemlərinizi qurduğun zaman bunun həm insana, həm də AI agentlərə aid olduğunu nəzərə almaq lazımdır və buna uyğun olaraq sistem qurmaq lazımdır. Gələk xarici faktorlara. Qısa bir zamanda cəsarətli olub, müştəri axını olan hissələrdə də, müştəri təması olan hissələrdə də müəyyən workflowları AI ilə transformasiya etmək lazımdır və buna tez bir zamanda başlamaq lazımdır. Nə qədər tez başlasaq, bir o qədər tez səhv eləyib, səhvimizdən öyrənəcəyik. Nə qədər gec başlasaq, səhv etmə büdcəmiz getdikcə azalacaqdır.
Davamlı olaraq şirkətiniz daxilində market analizi, yəni AI imkanlarının olması barəsində analiz edin. Böyük ihtimal slaydlar artıq göstərmir, bilmirəm. Market analiz edilməsi çox önəmlidir. Aid olduğum bir neçə son şirkətlər içərisində xüsusi komanda var idi ki, davamlı olaraq, birbaşa olaraq bizim AI ilə işimiz olsa da olmasa da bu məlumatları öyrənib bizimlə bölüşürdülər. Və daxili olaraq çoxlu məlumatlar bölüşərək insanları motivasiya eləyərək AI ilə bir şey etməyə sövq eləyirdilər. Beləliklə biz Gemini-in və yaxud da ki ChatGPT-nin yeni modelləri barəsində, Cursor'un, Cloud Code və digərlərinin üstünlükləri barəsində məlumatımız oldu. Halbuki bunu biz sıravi işçilər kimi düzgün bilmirdik. Çox önəmli məsələdir ki, bu məlumatları bildikdən sonra AI üzrə sistemlərinizi nə vaxt almalı və nə vaxt qurmalı olduğunuzu biləsiniz. Və son olaraq çox önəmlidir ki, ictimaiyyətə AI ilə etdiyiniz işləri göstərəsiniz. Bu ilk növbədə sizə bir maqnit olaraq bütün AI ətrafı olan ekosistemi cəlb eləyəcək. Eyni zamanda sizə imkan yaradacaqdır ki, AI üzərindən commitmentiniz olsun, yəni öhdəliyiniz olsun və bu öhdəliyi dövlətlə, insanlarla bölüşəsiniz. Sizə AI agent barəsində məlumat verdim. Qısaca demək istəyirəm ki, o necə fəaliyyət göstərir. Deyək ki, insan və yaxud da ki, robot, AI robot sizlə əlaqə saxlamaq istəyir. Və sizin şirkətinizin müxtəlif arxa tərəfdə olan kanalları var. Kanallar telefon, chat, WhatsApp və yaxud da ki, API proqramlaşdırılmış bir kanallar ola bilər. O məlumat gəldikdən sonra hər hansı bir AI agent məlumatı qəbul edir və ona verilən imkanlar vasitəsilə bununla mən nə edim deyə sualına cavab verir. Onun əlində müəyyən alətlər, eyni zamanda arxa tərəfdə olan müəyyən əməllər və yaxud da ki, ingiliscə skillslər olur. O bilməlidir ki, məlumatı mən hardan oxuyum, bu məlumatlar ümumi LLM-lə gəlir, yoxsa təcrid olunmuş xüsusi məlumatlar bazasına mı getməliyəm? Bilim nə zaman səhv eləyirəm, nə zaman düzgün eləyirəm və bunun əsasında müəyyən ələtlərə, yəni toolslara gedim. Ola bilsin ki, kiminsə rezervasiyasını ləğv eləyim, yaradım və yaxud kiminsə ki, autentifikasiya eləyim, icazə verim ki, nəyisə istifadə eləsin və yaxud da ki, sığorta şirkətləri daxilində müəyyən claimslərə hə və yox deyim. Bütün bu proseslərin edilməsi artıq bugün kifayət qədər mövcuddur və hər bir sistem daxilində inteqrasiya edilə bilər. Amma AI agent bunu özü-özlüyündə eləyə bilməz. Burada mütləq surətdə insan dirijoru, insan orkestratoru mütləq formada olmalıdır. Və bu funksiyanın özlərinə bugün middle management götürür. Kimdir bildiyimiz middle manager? Middle manager və bu Azərbaycan reallığı belə deyil. Avropa reallığında, başqa ölkədə də belə. Heç vaxt bu məsələ ilə məşğul olmağa vaxtı olmayan, hər zaman qaça-qaçda olan, hər zaman səhv etməyi öz boynuna götürən və məsul şəxs olan bir adamdır. Amma eyni zamanda o şirkət vizyonu ilə komanda yoldaşları arasında bir körpüdür, bir yapışqandır. O komanda yoldaşlarını həm kömək eləyir, həm də onlara domain məlumatları ilə məlumatlandırır. Və ondan asılıdır ki, nə qədər güclü formada işin keyfiyyəti olacaqdır. Biz isə bugün bu tendensiya ilə üzləşirik ki, middle management AI gəldikdən sonra aradan çıxacaqdır. Bu tam yanlış bir yanaşmadır. Misallar, dediyim misallar və növbətə göstərəcəyim misallar onu göstərir ki, yalnız AI middle managerlə texnologiyanı bərabər olduğunu göstərəndən sonra müəyyən məsələlər, müəyyən yeniliklər və uğurlar əldə edə bilərlər. Middle manager dediyim kimi bugün artıq öz komandasında insanı deyil, həm agenti, həm də digər öz komanda üzvlərini bir yerdə idarə edən bir funksiyadır. Bunun üçün də bizim şirkətlər, bizim menecment tərəfindən onlara dəstək vermək lazımdır.
necə uğurlu eləyə bilərik? Qısaca bir məlumat sizə verim. Tiger Team deyilən bir yeni bir forma var. Tiger Team o deməkdir ki, siz şirkətlərdə AI ilə əlaqəli və yaxud digər önəmli bir məsələlərlə başlamaq istəyirsinizsə, ilk əvvəl bir komanda müəyyən edirsiniz və onu pələnglər komandası adlandırırsınız. Sonra isə şirkətin müxtəlif funksiyalarından ən yaxşı insanları və yaxud da ki, bir-birinə uyğun insanları seçirsiniz, onları bərabər gətirirsiniz və oradan bir pələng və yaxud da ki, tiger bundan məsuliyyətli olur və eyni zamanda bütün yerdə qalan işlərini qoyur, məhz ondan məşğul olur. Belə olan halda 4, 6, 8 həftəlik sprintlər vasitəsilə o Tiger Team müəyyən qərarlar verir, müəyyən uğurlar qatır və davamlı olaraq menecment onlarla əlaqədə olur. Və Tiger Team işini gördükdən sonra yerdə qalan hissəni isə davam etmək üçün şirkətin digər lazımi funksiyasını yerinə yetirir. Bir növ yeni bir şey deyil, düzdür? Çünki biz bugün bölüşdüyümüz, paylaşdığımız objektivlər və ya OKR modelləri var. Lakin Tiger Team bizə tez bir zamanda başlamağı və tez bir zamanda xəta yaratmaq imkanı yaradır. Bu, ilk növbədə middle managementin motivasiyası və daha tez bizə qoşulmağına imkan verir. İkinci tərəfdən isə müəyyən məsələlər var ki, biz onlara istər-istəməz dəstək vermək istəyirik. Bu, aşağıdan yuxarıya yanaşması ilə əlaqədar olaraq hər zaman middle management yalnız nə isə yerinə yetirən deyil, söz sahibi və fikir sahibi olaraq nəzərə almaqdır. İkincisi isə ona expense-lər, yəni büdcə və keyfiyyəti idarə etmək üçün biraz maliyyə azadlığı vermək. Deyək ki, kredit kartını verirsiniz, nə istəyir eləyir və yaxud da ki, müəyyən büdcəsi olur, amma mütləq bu olsun. Və üçüncüsü isə davamlı olaraq bu istiqamətdə iş görməsi üçün onun təlimləndirilməsidir. Məncə, teoriya tərəfindən daha çox təcrübəyə gedək. 2-3 dəqiqə ərzində bitirmək istəyirəm. Var vaxtımız 2-3 dəqiqə? Əslində yekunlaşıb, amma fikrinizi yekunlaşdıra bilərsiniz. Avropadan bir neçə sizə misal gətirmək istəyirəm. İşlədiyim yerlərlə əlaqədir. Delivery Hero şirkəti, yəqin ki, burada Volt və yaxud da ki, başqa çatdırılma xidmətləri daşıyan əməkdaşlar varsa, onları tanıyırlar. Uzun müddət belə bir problemlə məşğul idi və ona heç cür həll eləyə bilmirdik. Adətən hər hansı bir malı satmaq üçün katalog məlumatları tərtibatçılardan, yəni təchizat zəncirindən bizə gəlməlidir. Gəldiyi zaman hər zaman bütöv formada olmur. Bu o qədər tez-tez hal alır ki, son nəticədə biz deyirdik ki, onlar gəlsin və komandamız manual formada onun üzərindən keçsin. Və bu çox vaxt aparırdı. Bəzən 2-3 həftə ərzində insanlar yalnız gözləyirdilər ki, məlumatları sistemə gəlsin. Çünki, belə deyək, bottleneck-nə özləşmişdilər. Uzun müddət bu problemin həllini tapa bilmirdi. Son nəticədə 2024-cü ildə komanda Agentic AI vasitəsilə belə bir qısaca məlumat etdi. Dedi ki, mənə heç nə lazım deyil. Yalnız mənə şəkil və qısaca tekst göndərin. Və AI agent üzərindən oradan olan məlumatda özüm çıxaracam, özüm daxil eləyəcəm və kataloqu sizin üçün yaradacam. Bunu 2-3 həftədən sonra, hətta 30 dəqiqə içərisində məlumatların sistemə daxil olmağını təmin eləyə bildik. İkinci önəmli use case-lərdən biri logistika industriyasındadır. Bu da çox böyük industriyadır və orada işləyənlər yəqin ki, mənlə razılaşar. Bura çox ənənəvi və ən az innovasiya olan sektorlardan biridir. Və logistika şirkətində işləyənlər üçün isə çox böyük problemdir. Ümumiyyətlə, əvvəldən axıra bir prosesi qutarmaq. Uzun müddət üzərində işlədik və nəticədə Tiger Team yaratdıq və Tiger Team vasitəsilə belə qərara gəldik ki, müştəridən gələn e-mail məlumatları bizə gələr-gəlməz, orada olan əməliyyatları AI agent həvalə eləyək. Middle managerlər bizə dəstək oldu, o məlumatların üzərindən keçdik. Məlumatları baxdıqdan sonra müəyyən qərar verməsi üçün yalnız operatorların yaşıl işığı lazım idi. Burada rutun planlanması, müəyyən konteynerin seçilməsi, hansı inkatörümlərin seçilməsi kimi çox kompleks məsələlər var idi ki, Agentic AI bizə orada böyük bir açılış elədi və yükün böyük bir hissəsini öz üzərinə götürdü. Əgər buna qədər bir operator 10-15 ədəd shipment, yəni daşınmanı eləyə bilirdisə, çox qısa müddət ərzində 6 ay içərisində biz adam başı 25 shippingi qədər artırma imkanı oldu. Bu кейslər çoxdur və bu keysləri göstərməklə əlaqəli bildirmək istəyirəm ki, AI agentləri bugün yalnız onlar üzərində middle managerin dəstəyi olduğu zaman fəaliyyət götürə bilər.
Son nəticədə nitqimi bitirməmişdən əvvəl qeyd etmək istəyirəm ki, əgər sabah gedib bu yanaşmanı işinizdə tətbiq etsəniz, nə etmək lazımdır? Qısaca, ilk olaraq məsələyə aşağıdan yuxarı baxın. Gözləməyin ki, müdiriyyət sizə desin ki, bu problem sahəsi var. AI burada kömək eləyə bilərmi, yoxsa yox? Xeyr, sizin çox böyük qüdrətiniz var. Siz middle manager olaraq burada insanlara harada problemin olduğunu dərhal deyib, onların alışını, yəni buy-inini təmin eləyə bilərsiniz. AI-yi tətbiq eləyirsinizsə, biraz səbirli olmağınız lazımdır. Dərhal ondan yeniliklər gözləməyin. Çox qısa addımlarla, amma davamlı olaraq gelin. Əgər AI varsa, onu şirkətin ayrılmaz bir hissəsi eləyin. Qoyun insanlar ona etibar eləsinlər, onu istifadə eləyərək, onun etibarını görərək daha effektiv olsunlar. Və nəticədə ən önəmli məqamlardan biri AI açar demək deyil. Hər zaman onun arxasında büdcə və xərclərin nəzarəti lazımdır. O sistemlərdə olan xərclərdən agah olmalı və buna uyğun olaraq da planlarınızı yerinə yetirməlisiniz. Diqqətinizə görə sağ olun. Təşəkkür edirik Tural bəy, çox sağ olun maraqlı təqdimatınıza görə. Əziz qonaqlar, biz isə hazırda 3-cü panelə başlayacağıq. Kodlanmış gələcək Azərbaycanda süni zəkanın oyandığı çağ panelinə başlayırıq və moderator spikerləri səhnəyə dəvət edəcəyik. Kamran Ağayev panelimizin moderatorudur, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Məlumat İdarəetmə Departamentinin direktoru. Spikerlərimiz Sami Öztürk, Veysəloğlu Distribusiyanın İdarə Heyətinin üzvü, Valih Nəbiyev, Paşa Holdingin baş data inzibatçısı, Vüqar Məsimov, Mərkəzi Bankın data idarə edilməsi şöbəsinin rəisi və Seymur Şabanlı, Kapital Bankın data ofisinin rəhbəri. Bir daha onların hər birini ürəkdən salamlayırıq və sözü moderatorumuz Kamran bəy ötürürük. Buyurun. Salam, hər kəs xoş gördük. Şeduldan 1 saat geridəyik. Amma baxıram ki, artıq tıxac vaxtına düşmüşük. Ona görə istədiyimiz qədər burada oturub söhbətimizi uzada biləcəyik. Ümid edirəm ki, çox maraqlı müzakirə gedəcək bizim hörmətli spikerlərlə. Mən uzun illərdir fərqli beynəlxalq konferanslarda iştirak eləmişəm və hər dəfə mənə maraqlı gəlib ki, görəsən bir spiker üçün ən uyğun olmayan zaman qismi hansı saat aralığıdır ki, o vaxtda çıxış eləyəcək. Təbii ki, səhər saat 9 uyğun deyil. Baxırsan, iştirakçıların yarısı gəlməyib, yatıb qalıb, yarısı yuxulu gəlib. Günorta yeməyindən öncə hamı günorta yeməyini gözləyir, gözünün içinə baxırlar ki, tez çıxışı bitirəsəm. Günorta yeməyindən sonra hamı yuxulu olur. 10-11 arası ən gözəl vaxtdır. Çalışın o vaxt aralığında speechləri qəbul eləyin. Ən pis vaxt 5-dir. Çünki auditoriyanın yarısı auditoriyanı tərk eləmiş olur. Təbii ki, işləri var, yarısı yorğun olur. Amma bizim üzərimizə bir görəv düşür ki, biz necəsə auditoriyanı canlı tutaq. Ona görə bütün iştirakçılara altın yarısına qədər səhər tezdən burada qaldığına görə təşəkkür edirəm və xahiş edirəm, alqışlayaq özümüzü. Bugünkü mövzumuz əsasən AI istiqamətində olacaq. Təbii ki, çox texniki detallara girməmək şərti ilə biz bəzi süni intellekt layihələrindən danışacağıq, ümumiyyətlə proseslər necə baş verir, hansı istiqamətdə baş verir, o məsələlərə toxunacağıq. Və ilk öncə onu bildirmək istəyirəm ki, bu il mart ayının 19-da Cənab Prezidentin sərəncamı ilə süni intellekt strategiyası qəbul olundu Azərbaycan Respublikasının və təbii ki, bu strategiyanın tərkibində kifayət qədər tədbirlər planı mövcud oldu və müxtəlif qurumlar, başda Rabitə Nazirliyi olmaqla bu tədbirlər planından və bu tədbirlər planı icrasından cavabdeh duruma gəldilər. Artıq işlər başlanılıb, fərqli dövlət qurumları ilə maraqlı işlər gedir, maraqlı layihələr gedir. Baxmayaraq ki, biz bugün daha çox
qeyri-dövlət strukturları ilə müzakirə aparacağıq və ümid edirəm ki, bu gözəl tədbiri təşkil edən təşkilatçılarımız növbəti görüşlərdə dövlət qurumlarından ibarət bir tədbir keçirəcəklər və orada daha detallı şəkildə hansı süni intellekt layihələri üzrə işlər görüləcək, o barədə danışacağıq. Mən bizim spikerlərə sualları verəcəm. Mənim özümün düşündüyüm və hazırladığım suallar, daha sonra sizdən suallar gələcək və biraz da zaman-zaman müəyyən qədər öz təcrübəmizdən və gördüyümüz işlərdən danışacağıq. Birinci sualım Seymur bəyədir. Seymur bəy Kapital Bankda deməli data idarəçiliyinin rəhbəridir və Seymur bəy Kapital Bankda ümumiyyətlə hansı real AI use case-lərini tətbiq edirsiniz? İstərdik bu barədə iştirakçılara məlumat verəsiniz. Səsim gəlir. Əsas iki istiqamətə fokuslanmışıq. Biri software development, yəni proqramlaşdırma sahəsində AI tətbiq edirik. Orada əsasən kodun review prosesi, QA testlərin tərtib olunmasında AI çox yaxşı nəticələr göstərir. Və biznes tərəfdə customer, yəni müştəri tərəfində call center filiallar olsun, bu tərəfdə use case-lərimiz var. Yəni, məsələn, gələn zənglərin keyfiyyətinin ölçülməsi, bunu AI vasitəsilə zənglər transcribe olunur, yəni tekstə çevrilir və həm operatorun cavabının keyfiyyəti ölçülür və zəngin, yəni səsin tonu və s. bundan da operatorun müştəri ilə rəftarı da ölçülür hətta. Belə bir keysimiz var. Daxili keyslərdən HR üçün bilirsiniz, Kapital böyük bir bankdır. 5000 əməkdaşımız var. Və 5000 əməkdaşın təbii ki, bir çox sualları olur HR-a. Məzuniyyətlə bağlı, ezamiyyətlə bağlı, işçi inkişafı ilə bağlı. Bununla bağlı biz məsəl üçün daxili chatbot yaratmışıq, hansı ki LLM vasitəsilə işləyir, daxili knowledge base-ə əsaslanaraq və orada işçilər artıq AI ilə danışıb öz məlumatlarını ala bilirlər. Başqa dokumentlərin proses olunması, biraz automationda istifadə olunur ki, AI dokumenti daha yaxşı anlayıb, məsəl üçün SME korp müştərilərin rekvizitlərini oradan çıxarda bilir. Yəni, bir çox keyslərimiz var buna oxşar. Ümumiyyətlə, bu da aydındır, bu tip AI həlləri mümkündür. Amma biraz daha holding səviyyəsinə geçsək, mənə hər zaman maraqlı olub ki, data və AI idarə etməsində balans necə tapılmalıdır? Ona görə növbəti sualım Valih bəyədir. Məsələn, hər qrup holdingin altında olan, hər qrup şirkət öz data layihəsi ilə öz data layihələrini müstəqil şəkildə aparmaq istəyir. Amma eyni zamanda mərkəzləşdirilmiş bir platforma və standartlar lazımdır. Bu iki tərəfi siz holdingdə necə uzlaşdırırsınız, Valih bəy? Çox sağ olun sual üçün. Hamını salamlayıram. Və mən də təşəkkür eləmək istəyirəm ki, belə hövsələli gözləmisiniz bizim paneli. Suala cavab olaraq, çətin sualdır. Çalışacağım bunu burada oturan həmkarlarımız, yoldaşlarımız üçün biraz daha aydın formada izah edeyim bu sualın cavabı. Holding nədir də? Holding elə bir qurumdur ki, əslində söhbət tək Paşa Holdingdən getmir ümumiyyətcə. Holdingi maraqlandırır ki, o şirkətlərinə investisiya eləyir və sonra o şirkətlər o investisiyaları necə doğruldur və bunun geri qayıdışı nədir? Yəni, əslində, in general holdinglərin məqsədi odur. Düzdür, xaricdə bir sıra qruplar var, hansılar ki, qrup təşkilatıdır, bu holding deyil, haradakı mərkəzləşdirilmiş idarə olur. Biz biraz indi bizim təcrübədən danışsaq, bunu bayaq dediyimi bir general informasiya kimi dedim. Amma biz niyə bu məsələyə ümumiyyətcə biz 4 il bundan qabaq
bu prosesə holding səviyyəsində bu data transformasiya deyilən prosesə başladıq. Biz gördük ki, bizim təşkilatlarda hər hansısa bir maliyyə sektoru təşkilatlarından gedir söhbət. Bu Paşa Bank, Bir Bank, Paşa Sığorta, Paşa Həyat Sığorta, Bir Market və Paşa Pay'dən gedir söhbət. Bu qurumlarımızda və digər xarici ölkələrdəki bu tip qurumlara baxanda gördük ki, data-driven decision-making culture-ın inkişafına böyük bir ehtiyac var. Biz bunu anladıq və başa düşdük ki, belə bir sadə bir formada deyil də ki, hansısa bir qurum, siz bugündən sonra data-driven olmalısınız. Və bu yaxşı praktikaları çalışdıq gətirək həm təşkilata, həm ölkəmizə və bir sıra enablement proseslərin qurulmasına ehtiyac gördük. Burada əsas həll edilməli olan problem yəqin ki, düzgün balansın saxlanılmasıdır. Əslində balans mənə gəlir ki, toxunulur bir sıra problemlərdə balansın saxlanılması vacibdir. Burada isə bu daha çox kritik olur. Niyə? Əgər istər holding olsun, istərsə bir təşkilatın içində olsun. Əgər hansısa bir funksiyaların məqsədi var ki, hansısa bir biznes dəyəri çatdırsın, kreditləşmə olsun istər sığorta məhsulu olsun, istər marketplace-dəki bizim məhsulun müştəriyə çatdırılması olsun, onun kifayət qədər bir müstəqilliyi olmalıdır. Amma eyni zamanda bu şirkətlər və funksiyalar çox olanda və hamısının tam müstəqilliyi olanda, burada bəlli bir xaotik bir duruma da gəlib çata bilər. Ona görə biz belə bir mix bir framework-a gəldik, çıxdıq. Buna bütün dünyada data mesh deyirlər. Biz bu tam data mesh olmasa da data mesh'in hər hansısa bir formasıdır və bu forma nədən ibarətdir? Mərkəz funksiyası tərəfindən və bu aslı deyil, bu harda yerləşir, holdingdə yerləşə bilər, digər qurumda yerləşə bilər, amma bir funksiyaya ehtiyac var ki, hansı ki, mərkəzləşdirilmiş bir formada standartları müəyyən eləyir, governance-ı müəyyən eləyir və bir çərçivə verir. Və bu çərçivənin daxilində təsəvvür eləyin ki, böyük bir dördbucaq çərçivə desək, o dördbucağın çərçivəsində şirkətlərə və yaxud funksiyalara tam müstəqillik verilir ki, öz use case-lərini, öz data məhsullarını, öz ML məhsullarını, AI məhsullarını deliver eləsinlər. Amma bu çərçivənin olmasını biz kritik vacib bir məqamlardan biri kimi qeyd elədik. İkinci məsələ, biz bu data governance mövzusunu qabartdıq və başladıq ölkədə, belə deyək, bunu yaradan təşkilatlardan biri olduq və data governance praktikalarını başladıq implementasiya eləməyə ki, ən azından bizim təşkilatlar istifadə elədiyin datanın hardan formalaşmasını, o data bizə nə deyir, onun təsnifatı nədir, onu və onun keyfiyyət səviyyəsini heç artırmaq demirəm. Ən azından anlamaq ki, hansı keyfiyyətdə datanı biz operate edirik. Bu, yəqin ki, ikinci böyük kritik bir komponent idi, hansı ki, centrally bir frame yaradıldı. Üçüncü də bir işə başlayanda təbii ki, o sahənin mütəxəssisləri indi təəssüflükdənmi, yoxsa təəssüflükdən deyil, amma fakt oydur ki, ölkədə data governance, data management və ümumiyyətlə data sahəsi üzrə mütəxəssislərin sayı indi də azdır, amma 4-5 il bundan qabaq bundan da az idi. İndi bəlli bir inkişaf görürük və bu çox sevindiricidir, qürur verici bir şeydir ki, bu sahədə inkişaf gedir. Və üçüncü komponent oydur ki, biz mərkəzləşdirilmiş formada təhsil və inkişaf proqramlarını başladıq eləməyə. Bu bizə o imkanı yaratdı ki, biz təkanı verdik. Amma indi biz artıq o səviyyəyə gəlib çatmışıq ki, bizim hər bir təşkilatımızın içində, istər bir bankda olsun, istər Paşa Bankda olsun, istər sığortalarda olsun, artıq təşkilatların özlərinin data ofisləri var,
data liderləri var, data governance-la məşğul olan insanlar var, platformla məşğul olan insanlar var, data engineerlər. Bəlli bir miqdarda və capability-də data scientistlər var və o təşkilatlar artıq, belə deyim, elə bir güclü ehtiyac və yaxud güclü bir dəyər yaratmır ki, mərkəzi komanda onları push eləsin ki, bu bizə lazımdır və yaxud bu bizə vacibdir. Bu transformasiya dövrünə lazım olan bir mərkəzləşmədir və bu mərkəzləşmə öz nəticəsinə, öz rezultatına gəlib çatandan sonra artıq geriyə çəkilə bilir ki, basic standartlar üzərindən işləsin. Hə, amma hər şey belə dediyi kimi, mən danışdığım kimi təbii ki, var. İnkişaf üçün həmişə hansısa bir yer var. Bu gözəl səslənir, yaxşı səslənir, inkişaf üçün yer var. Biz təzə demişdik ki, hansısa bir nəticələrə gəldi. Bu AI mövzusu lap bizi, belə deyək ki, gündəmimizə daha çox gəlibdir axır 2-3 ildə. Və indi də biz fikirləşirik ki, AI transformasiyanın növbəti transformational cycle-dır da əslində. Və bu haqda hal-hazırda düşünürük ki, biz mərkəzləşdirilmiş bir AI governance, AI framework bunları eləməliyik, eləməli deyilik. Amma praktika onu göstərir ki, nəyəsə start vermək üçün yəqin ki, ən azından frame formasından holding tərəfdən hansısa bir frame təşkilatlara təqdim olunacaqdır. Belə. Təşəkkürlər, çox geniş məlumat verdiniz. Açığı data governance istiqamətində sizin uğurlu layihələrdən biz məlumatlıyıq və o barədə mənim əlavə suallarım da olacaq. İstərdik ki, o barədə geniş cavablamaya verəsiniz. Əslində, bu tip panellərdə mən eyni zamanda tərəfdarıyam ki, biz iştirakçıları da necəsə bu panelə daxil edir. Təbii ki, suallar göndəriləcək, o suallar da cavablandırılacaq, amma ümumi iştirakçı rəylərini panel gedə-gedə, panelin gedişatı boyu almağı düşünürük. Çünki sualları ola bilər ki, mən hansısa araşdırmalara görə hazırlamışam, amma live o sualların istiqaməti dəyişə də bilər. Çünki ola bilər ki, iştirakçıların hansısa bir düşüncəsi fərqli istiqamətdə olsun. Bu səbəbdən xahiş edərdim ki, biz orada QR kod vermişdik. O QR kodu ekrana versinlər və siz o QR kodu oxuyub birinci sualı sadəcə öz fikrinizi bildirin. Ondan sonra live cavabları görəcəyik. Onu da sonda götürəcəyik. Amma saxlaya bilərəm. Artıq suallar gəlir. Bu QR kodu zəhmət olmasa oxuyub fikrinizi bildirin. Bir 20 saniyə ərzində auditoriyanın süni intellekt ifadəsini bir sözlə ifadə etməsi istənilir. Zəhmət olmasa birinci səhifəyə keçək. Yox, bundan geri qayıdaq. Okay. Buradan çıxıb web səhifəyə keçək zəhmət olmasa. İkisini embed eləmək mümkün olmadı. Təxmini olaraq ekranda göründüyü kimi live olaraq cavablar dəyişir. Beyin kopyası, fake beyin yazıb kimsə, insan beyninin kopyası, Mehriban düşmən, deyəsən belə serial var idi. Futuristik daha çox görsənir. Ay Dəcəl yazan da var. Okay. Çox maraqlı output əslində. Çox sağ olun iştirak etdiyinizə görə. Bundan sonra bir neçə belə suallar da olacaq. Ümumilikdə auditoriyanın fikrinə görə futuristik daha çox canlandı, gələcək və s. kimi
yanaşmalar oldu. Növbəti sualım Sami bəyə idi. Sami bəy, biz dəfələrlə eşitmişik ki, Veysəloğlu şirkətində fərqli süni intellekt layihələrinin testləri aparılır və bu GPT-based hansısa bir modellər testdən keçirilir. Bu layihələrdən danışmamışdan öncə istərdim ki, ümumiyyətlə sizin özünüzün GPT barədə hansısa bir təcrübəniz var, ondan iştirakçılar necə istifadə edə bilər, o barədə bir məlumatınız və təcrübənizi paylaşasınız. Ben de teşekkür ederim. Hamıya selamlayıram. Özümün var aslında. Özüm GPT'nin içerisinde ben de maraklandım ki bu GPT'de nece GPT'ler yaratmak olar diye. Misal için bir Logman Hekim gibi bir GPT yarattım ki işte hem qədimi olan işte hem de muasır olan fitoterapi üzerinden size məsləhət verir. Hoş GPT artık bunu umumi paylaşıma gada etti. Bu tarz tıbbi olan məsləhətləri ama o size o bazadan bu şekilde malumat veriyordu. Diğeri de şirket içerisinde bizim tabii normatif senetlerimiz var. Şirketin prosedürleri, siyasetleri var. Ama bilirsiniz bu prosedürler, siyasetler ister istemez birçok sayfadan oluşan çok uzun yazılar. Kimse bunları baştan sona kadar belki okumaya fırsat olmuyor. Dolayısıyla burada da ChatGPT'den yine istifade ederek bir GPT test olarak yarattık. Ve biz ona dedik ki ancak bizim şirketimizin siyasetleri ve prosedürleri üzerinden cevap ver. Ve o ancak çölden ya da webten de bir ilave etmeden siz hansı meselede bir sual verseniz o size Veysəloğlu distribüsyonun prosedürlerine göre ne etmek lazım bir kömekçi gibi kulluk eden bir vasıtaya dönüştü. Bu da testleri gidiyor. Hatta bu barede bizim IT ayrı bir departmentimiz. Onlar bunu bir tatbik halinde de istifadeye vermek üzere çalışmalarını devam ettiriyorlar. GPT'ler hususunda diyeceğim bu. Kamil Bey. Təşəkkür edirəm, çox sağ olun Sami bəy. Sağ olun. Sizin həlləriniz barədə biz indi az sonra müzakirə edəcəyik. Əziz iştirakçılar, bizim əslində süni intellekt dedikdə, süni intellektin altında əsas vacib asset datadır və data nə qədər doğru olsa, nə qədər kirli olmasa, nə qədər keyfiyyətli data olsa və nə qədər lazımlı data olsa, bir o qədər daha doğru qərar verən sistemlər yaratmaq mümkündür. Bu istiqamətdə İnnovasiya Agentliyi olaraq biz fərqli dövlət qurumları ilə rəqəmsal yol xəritələri çərçivəsində kifayət qədər işlər gördük. Təxminən 14-ə yaxın dövlət qurumları ilə sıx çalışdıq və bir il ərzində ümumilikdə 24 milyon vətəndaş məlumatlarını dürüstləşdirə bildik. Bura həm tibbi məlumatlar daxildir, bura həm ədliyyə aktlarının məlumatları daxildir, həm kommunal məlumatları daxildir və digər fərqli dövlət qurumlarının məlumatları, təhsil məlumatları kifayət qədər dürüstləşdirildi. Bu məlumatlar vaxtı ilə zamanla rəqəmsallaşıb kirli formada məlumat bazasına daxil olunub, yanlış rəqəmsallaşma periodu keçib. Eyni zamanda normal data governance framework olmadığına görə bəzi köhnə və ənənəvi sistemlərdə bu məlumatlar məlumat bazasına normalization qaydalarına riayət olunmadan daxil olunub və bu səbəbilə nəticə etibarilə məlumatlar kirli olunub. Bir vətəndaşın adına bir neçə məlumatlar daxil olunub və biz daha çox məsələn kommunal idarələrlə sıx işlədik və 3 kommunal idarəsində 1 milyon 200 min abunənin finini və məlumatlarını dürüstləşdirib dəqiqləşdirdik. Oradakı müzakirələr əsasında biz gördük ki, kifayət qədər fraud case'lər var. Təəssüflər olsun ki, vətəndaşlar bu kirli datadakı boşluğu hiss eləyib, boşluğundan istifadə eləyib müəyyən bir fraud case'lər yaradmış olurlar. Təbii ki, bu bizim dövlətimizin ən əsas və ən birinci hədəflərindən biridir və bu işlər üzrə kifayət qədər belə deyək də proseslər
və vətəndaş məlumatların kirliliyi aradan qaldırılır. Bu xüsusi engineering üsullarla baş verir və növbəti mərhələdə biz İnnovasiya Agentliyi olaraq düşünürük ki, bura AI tətbiq eləyib, oradakı similarityləri, oxşadmaları və bir-birinə bağlılıqları təyin eləyib, süni intellektə təyin eləyib, daha dolğun şəkildə bu məlumat dürüstləşdirməsini sona çatdıraq. Çünki dövlət qurumları ilə müzakirələrdə data əsaslı qərar vermək üçün dövlət qurumlarına yaxınlaşırıq və analizlər zamanı görürük ki, oradakı data elə kirlidir ki, biz onun əsas heç bir qərar verə bilmirik. Hələ süni intellektdə kifayət qədər yol var. Bu səbəbdən data keyfiyyəti həddindən artıq dövlətdə önəmli bir vəziyyətə gəlib çatdı. Biz qonşu ölkələrlə də fərqli görüşlər keçirdirik və qonşu ölkələrdə də bəzilərində indiyə qədər bu problemin olduğunu görürük, bəziləri artıq bu problemləri müəyyən qədər həll etdiklərini görürük. Bu istiqamətdə data keyfiyyəti həddindən artıq əhəmiyyətlidir və mənim növbəti sualım Vüqar bəyə idi. Vüqar bəy, ümumiyyətlə, data keyfiyyətinin son illərdə aktuallığının artma səbəbini siz nədə görürsünüz? Mən də öz növbəmdə hər kəs salamlayıram. Təşəkkür edirəm bu vaxta qədər gözlədiyiniz üçün. Sual təşəkkür edirəm Kamran bəy. Deməli, belə bir statistikaya diqqətinizi çəkmək istəyirəm ki, ümumiyyətlə insanlıq tarixində bugünə qədər toplanılmış, emal edilmiş datanın 90%-i son 2 ildə yaradılıbdır. Bu datanın həcmi 150 zettabaytla ölçülür. Müqayisə üçün onu bildirim ki, 1 zettabayt 250 milyard DVD-yə bərabərdir. Və 2025-in sonuna qədər bu həcmin 180 zettabayta çatması gözlənilir. Sözsüz ki, bunun əsas səbəbi bugün süni intellektin sürətli şəkildə yayılması, bulut texnologiyaları, əşyaların interneti dediyimiz Internet of Things və rəqəmsallaşmanın sürətli inkişafıdır. Əsas bu problemlər əvvəl yox idi, əvvəl də var idi. Ancaq bunun ortaya çıxmasına bizə kömək eləyən süni intellektin sürətli yayılması oldu. Yəni, bugün hər kəsin telefonunda artıq ChatGPT olduğu üçün hər kəs sorğu yaradır, məlumat yaradır və səhvlər bariz şəkildə üzə çıxır. Bu məqsədlə artıq müəyyən regulasiyalar ortaya çıxır. Həm Avropada, Kanadada, Sinqapur kimi ölkələrdə ki, artıq AI-ın verdiyi, modellərin verdiyi səhvlərin tənzimlənməsi üçün biz nələr etməliyik? Data keyfiyyətinin aktuallığının artmasının əsas səbəbi burada biznes xərclərinin kifayət qədər bahalaşmasıdır. Çünki süni intellektin bizə köməyi sürətli qərar vermədir. Yəni, saniyə içində promptu, sorğunu yazırıq və cavabı alırıq. Eyni şəkildə bu medalyonun digər üzü də sürətli şəkildə səhv etmə məsələsi var. Yəni, doğru və yaxud da səhv qərar vermə. Artıq bu nöqtədə səhvlərin nəticəsi bahalı xərclərə gətirib çıxarır. Bu məqsədlə bütün şirkətlər, əlbəttə ki, dövlət qurumları da datanın keyfiyyətinin qorunması üzrə xüsusi diqqət nöqteyi nəzərində saxlayır. Bugün Mərkəzi Bankda artıq yaxın müddət ərzində maliyyə sektoru üçün datanın idarə edilməsi üzrə çərçivə sənədini hazırlayır və təqdim etməyi planlaşdırır. Təbii ki, məqsəd hər hansı bir bürokratiya yaratmaq yox, əksinə dağınıq şəkildə olan bir idarəetmə yanaşmasını standartlaşdırmaqdır. Digər punkt olaraq onu deyə bilərəm ki, bu keyfiyyətin problem halına gəlməsindən biri də süni intellekt qurularkən modellərdə olan yanlışlardır. Hansı ki, dünyanın beyin mərkəzləri sayılan MIT, Harvard kimi mərkəzlər bugün AI modellərinin nəticəsində düzgün qərarların alınmasını texnologiya ilə bağlamır. Onlar birbaşa bunu data keyfiyyətindən bağlayır. Yəni, bugün artıq ucuz başa gələn səhv anlayışı yox olur. Bu məqsədlə data keyfiyyətinin önəmi artıq bütün mərkəzlər tərəfindən vurğulanır. Təşəkkürlər geniş məlumata görə. Biz yenə Kapital Bank кейsinə mən qayıtmaq istəyərdim. Seymur bəy, ümumiyyətlə sadaladığınız o maraqlı use case'ləri ki, siz göstərdiniz, onları tətbiq edərkən
ümumiyyətlə onları hazırlayarkən, eyni zamanda tətbiq edərkən hansı çətinliklərlə rastlaşdınız? Bu barədə zəhmət olmasa qısa məlumat verərdiniz. Bayaq Tural bəyin də çıxışında qeyd elədiyi kimi əsas çətinliklərdən biri menecment, rəhbərlik və mid-managementdir. Çünki bu yeni texnologiya olduğuna görə rəhbərlikdə adətən cürbəcür reaksiyalar olur. Bəzi rəhbərlər düşünür ki, AI ilə bütün problemləri həll edə bilərik. Bu bir sehirli çubuqdur. Bəzi rəhbərlər fikirləşir ki, bu AI boş şeydir, mən özüm bilirəm necə eləyəcəm. Belə кейslər olur və bəzi rəhbərlər hansı ki, ümumiyyətlə bu machine learning, data science tərəfini az çox bilirlər, onlarda da çətinlik yaranır ki, bu klassik modellərlə fərqini tam da tuta bilmirlər. Fikirləşirlər ki, yəni, bu modeli öyrədək, bu öyrənəcək, tətbiq eləyəcək, amma AI, Gen AI öyrənən bir şey deyil, fərqlidir, biraz o fərqi tutmaq lazımdır. O çətinlik o olur ki, mid-management, ümumiyyətlə rəhbərliyin bayını lazımdır və gözləntiləri doğru formalaşdırmaq lazımdır ki, bu bir prosesdir, bunu tətbiq eləyərək, öyrənərək bunu eləyəcəyik. İkinci çətinlik odur ki, bu klassik modellər kimi data scientist orada modeli elədi, riyazi bir düstur çıxdı, bunu tətbiq elədik, həm kredit verdik məsələn. Kredit modelləri kimi də, yəni klassik modelləri götürsək, bu biraz belə deyil, agentic AI fərqlidir, generative AI fərqlidir və burada artıq IT tərəfdən asıllıq çox olur və inteqrasiya tərəfdən asıllıq çox olur. Bu IT-də də bu texnologiyalar yeni olduğu üçün orada vektor databazalarla işləyə bilən adamları tapmaq lazımdır. Orkestrasiya, agentic AI-da orkestrasiyanı necə biz quracağıq, tool-mu alacaq, yoxsa özümüz mü yazacaq? Bu tərəflərdə artıq AI-dan daha çox IT mütəxəssislərin cəlbi önəmlidir və onların biliyi. Üçüncü çətinlik deyərdim ki, talent, bayaq da qeyd olundu, Valih bəyin qeyd elədiyi kimi. Bu təzə mövzu olduğu üçün bunun bir yer yoxdur da, deyək ki, gedək oradan adamları gətirək. Dünyada təzə mövzudur və hətta Amerikada xəbərlərdə də görürük ki, AI mütəxəssisi bir şirkətdən o bir şirkətə transfer edirlər, futbolçu kimi. Hətta CEO-dan da daha çox maaş təklif edirlər onlara. Ona görə də bizdə talent olaraq daha çox gənclərə yönəlməliyik. Onlar biraz daha çox bu mövzulara maraq göstərməlidir ki, götürək onları, işləyə-işləyə onlar da yetişsinlər. Yəni, əsas çətinlik bunları görürəm. Çox doğru qeyd elədiniz. Sadaladığınız bütün çətinliklər demək olar ki, AI ilə çalışan həm dövlət qurumlarında, həm də digər şirkətlərdə var. Biz də onları yaşayırıq. Seymur bəy, orada bir məqamı da istəyirdim sizlə dəqiqləşdirim. Stanford Foundation Modellərin Araşdırma Mərkəzi 2024-cü ildəki hesabatına görə bildirmişdi ki, böyük dil modelləri normalda 15-25% halüsinasiyalı cavablar verir. Siz bu problemlə qarşılaşmısınızmı və bunu hansı istiqamətdə həll eləmisiniz? Biz bank olduğumuz üçün və çox belə deyim, ciddi çərçivələrimiz olduğumuz üçün biz bu hallucination problemini bilirik və onu həll etməyin bəzi yolları var. Bilirsiniz ki, ümumiyyətlə bu Gen AI deterministik model deyil. Yəni burada inputu A verim, həmişə B verəcək outputda elə deyil. Ona görə də burada bir random stoxastik bir nəticə alma ehtimalı yuxarıdır. Bunu minimallaşdırmaq üçün biz prompt engineering eləyirik. Məsələn, promptda deyirik ki, bu çərçivələr daxilində cavab ver və yaxud da ikinci bir agenti qoşuruq, hansı ki cavabı yoxlayır və orada deyirik ki, bu cavabda əgər sənin şübhən varsa, factual deyilsə, hallusinasiyaya yaxındırsa, ümumiyyətlə bu cavabı kəs. Yəni, daha çox risk-oriented yanaşırıq və riskləri minimallaşdırmağa çalışırıq.
Başqa bir çözüm, məsəl üçün chatbotlarda biz tətbiq elədiyimiz RAG application-dır, Retrieval Augmented Generation ki, biz deyirik ki, sən cavabı verərkən get bizim bazada olan cavaba bax, ona istinad edib cavab verir. Başqa yoxdursa, denə ki, bilmirəm. Yəni, özündən uydurma, ChatGPT özündən uydurur. Yəni, bu tipdə bəzi guardrail dediyi, bu da biraz o governance, AI-in governance mövzusuna girir. Guardrail'lar qoyaraq onu minimallaşdırmağa çalışırıq. Təbii ki, bunu 100% eləyirikmi, eləyə bilirikmi, onu da eləmək olar. Bu bir trade-off deyirlər də, nə qədər sıxsaq, o qədər bizim accuracy'miz azalır, nə qədər boşaltsaq, o qədər də səhv cavab vermə, hallucination cavabı vermə reytimiz artır. Belə fərqli müxtəlif yöntəmlərlə eləyirik. Məsələn, bizdə front işçiləri üçün bir Copilot kimi yardımcı AI var. Ona sual verəndə, məsəl üçün deyirik ki, hara istinad edirsənsə, onun linkini də gətir, hansı sənəd olduğu ki, o adam o sənədə baxıb dəqiqləşdirə bilsin ki, bu həqiqətən də doğru cavabdır. Məsələn, bu da bir metoddur. Təşəkkürlər geniş məlumata görə. Maraqlı bir faktı araşdırmışdım. 2022-ci ildə Air Canada bir chatbot lanç eləyir. Bəlkə də eşitmişsiniz o кейsi. Və o chatbot müştərilərin suallarına cavab verir. Personalized cavablar verir. Bir var ümumi FAQ-based cavablar olsun. Bir də var personal həmin müştərinin özünə cavablar verir. Və həmin ildə demək müştərilərdən biri chatbotla danışdığı vaxtı o müştəriyə sizə bir endirim var deyə məlumat verir. Müştəri də sevinir, gəlir şirkətin özünə o endirimi almaq istəyəndə ona bildirirlər ki, endirim falan yoxdur. Müştəri, yəni orada $1200 belə dedi, söhbəti gedir. Buna baxmayaraq müştəri Air Canada məhkəməyə verir və məhkəmə кейsi böyüyür. Elə bir həddə gəlib çatır ki, Air Canada özü bu cavabı chatbot verib və bizim məsuliyyətimizdə deyil deyə bir iddia qaldırır və tam olaraq məsuliyyəti özlərinə atmağa çalışır. Təbii ki, o məhkəmə onlara qarşı çıxır və o diskontu o müştəriyə qaytarırlar yenidən. 2 il sonra chatbot istifadədən çıxır. Qərarı alırlar ki, bu cür problemlərlə qarşılaşmaq üçün chatbotu istifadədən çıxarsınlar. Biz hal-hazırda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq bizim də bir MyGov-da chatbotumuz var. Orada o chatbot normalda dövlət qurumlarında da və şirkətlərdə chatbotlar hansısa bir FAQ üzərindən və yaxud sənədlərdəki məlumat üzərindən qurulur. Amma məsələ bu halda FAQ public bir sənəd olduğuna görə, yəni sən open, belə deyək də, cloud AI modeli istifadə edə bilirsən. Çünki datana paylaşsan, hansı ki FAQ-dur, hansı ki sizin səhifənizdə var. Amma məsələ personalized bir cavaba gələndə, yəni şəxsləşdirilmiş bir cavaba gələndə, hansı ki individual o şəxsin кейsinə görə cavaba gələndə, o zaman durumlar fərqlənir. Sən həmin məlumatı, vətəndaş məlumatını göndərsən cloud-a və oradan gətirsən, bu doğru deyil, bu vətəndaş məlumatının sızmasıdır və bu istiqamətdə biz lokal LLM modellərini hal-hazırda treyn edirik və əlimizdən gələn etməyə çalışırıq ki, vətəndaş məlumatları heç bir halda ölkədən kənara hansısa bir cloud-based modellərə heç bir halda çıxmasın. Zəhmət olmasa, ikinci sualın QR kodunu ekrana çıxaradarsınız. Biraz mürgüləyən iştirakçılar mümkünsə QR kodu skan eləyib, oradakı suala cavab versinlər. Auditoriya nəbzini tutaraq panel müzakirəsinə davam eləyək. Cavablara zəhmət olmasa keçək. İkinci sual olan hissəyə.
Burada açığı növbəti mövzuya keçmədən əvvəl mənə çox maraqlı idi ki, süni intellekt layihələrinin uğurunu iştirakçılar nədə görür və o uğur istiqamətində biz artıq müzakirəyə davam eləyək. Cavablar ekrana çıxdı. Cavablarımız budur. Sual, sizcə süni intellekt layihələrinin uğurunda ən vacib amil hansıdır? Bu əslində live-dır, 43 nəfər iştirak elədi. O ki, qalan əməkdaşlar bu qədədir. İştirakçılar problemin daha çox keyfiyyətli məlumatda olduğunu hiss edirlər. Əslində, diqqətlə baxsaq, buradakı 4 cavabın 4-ü də yolla vacib amil sayılır. İndi ən vacib amil hansıdır, o da dəyişir. Yəni, istənilən adam hansısa bir meyarın daha vacib olduğunu sübut edə bilər. Bu sualı verməkdə məqsədimiz ondan ibarət idi ki, düzgün idarəetmə və governance çərçivəsini təyin edək. Yəni, görək iştirakçılardan neçə nəfəri 4-cü bəndi seçəcəklər. Bu arada güclü texniki infrastruktur. Nəyə görəsə 3 nəfər buna səs verib. Ola bilər ki, bunu amil sayıblar, amma ən uğurlu amil saymayıblar, ən vacib amil saymayıblar. Bu anlaşıla biləndir, amma onu da yaddan çıxarmaq lazım deyil ki, sizin kifayət qədər datanız varsa və onları treyn eləmək istəyirsinizsə, ciddi AI modeli üzrə GPU-suz bu mümkün deyil. GPU-suz da mümkün olmadığına görə güclü texniki infrastruktur çox şiddətli şəkildə, ciddi şəkildə vacib amil sayılır. Amma ikinci sırada daha az xal yığan cavab düzgün idarəetmə və governance çərçivəsi olmaması. Yəni, düşünürsünüz ki, bu bir o qədər də vacib amil deyil. Bu səbəbdən mənim həm Valih bəyə, ondan sonra da Vüqar bəyə bu istiqamətdə suallarım var. Çünki istənilən müzakirəni edə bilərik, amma governance tərəfi biz ciddi şəkildə belə mənimsəməli və anlamalıyıq. Ümumiyyətlə, AI-da governance nəyə görə lazım olur? Valih bəy, hazırda bir çox təşkilatda GenAI POC layihələri çoxalır və bu kifayət qədər zaman alır, bəziləri nəticə verir, bəziləri təəssüf ki, nəticə vermir. McKinsey şirkətinin 2025-ci il araşdırmasına görə AI və GenAI layihələrinin təxminən 70%-i pilot mərhələsində qalır. Ümumiyyətlə, miqrasiya olunmur və productiona buraxılmır. 70% kifayət qədər böyük rəqəmdir. Burada ya istiqaməti aydın deyil, ya da ki, ümumiyyətlə governance mexanizması yoxdur. Sizin təcrübənizdə bu eksperiment tələsini, bunu eksperiment tələsi adlandıraq, buradan çıxmaq üçün və GenAI-ı ekosistem səviyyəsində real şəkildə miqyaslandırmaq üçün doğru framework və idarəetmə modeli necə olmalıdır? Çox sağ olun. Çox çətin sual verdiniz əslində, bilmirəm, bu vaxt çərçivəsində buradayıq bu günləri. Demək, belə başlayaq da. Əslində, nəticələr maraqlı idi və mən razıyam ki, 4 komponentin 4 də vacibdir. Amma biraz əvvələ getmək lazımdır məncə. Bir dənə yenə general bir sual verək özümüzə və mən o sualı həmişə verirəm. Ümumiyyətcə, bu indi hamı AI edir də. Yəni, bu gəlin AI eləyək şüarı ilə hamımız bu sahədə çalışırıq, gərgin iş rejimində. Ən azından indi bu sahəyə yaxın olan, bayaq Tural bəyin qeyd elədiyi böyük AI departamentləri ən azından bununla məşğuldurlar. Mən bölərdim ki, birinci bu framework lazım deyir sualına cavab verməmişdən qabaq və hansı formada lazımdır, biraz bir pillə yuxarı gedərdim. 3 tip bu AI transformasiyanı bölmək olar məncə. Yəni, birinci sual olmalıdır. Birinci sual gəlir, birinci söz gəlir və ondan sonra da sual gəlir ki, biz nə etməyə çalışırıq, həmkarlar? Biz nəyi
hansı problemi həll edirik və nəyi əldə etməyə çalışırıq. Biz bu problemi həll etmə, bu data transformation zamanı da, ondan qabaq agile boom var idi. Agile transformation, indi digital transformation da davam eləyir bəzi təşkilatlarda. Bəzi təşkilatlarda öz bəhrəsini hansısa bir mərhələdə veribdi. Amma həmişə bir sual var idi və bu AI mövzusunda da o sual yenə də var. Biz konkret olaraq hansı problemi çalışırıq həll etməyə? Biz onu müəyyən edəndən sonra və yəqin ki, burada 3 arxetip müəyyən oluna bilər. Var AI native, okay? Bu və biz bilmirəm, oradayıq, orada deyilik və orada olmalıyıqmı, o da böyük sualdır. Tesla kimi şirkətlər, OpenAI kimi şirkət, yəni bu şirkətin biznesi və özü elə AI-dır. AI, yəni bu AI-dan ibarətdir, end-to-end. Var AI augmented və yaxud AI forward. Bu o arxetipdir ki, haradakı bizdə mövcud proseslər var. Okay? Biz krediti onsuz da mövcud proseslə veririk və yaxud kartı onsuz da mövcud proseslə çap edirik və yaxud sığortalama prosesi var, bu proses mövcuddur. Biz AI instrumentləri istifadə edərək və burada AI-ya sırf tool kimi baxırıq, mövcud prosesi daha tez, daha keyfiyyətli və daha yaxşı edirik. Buna da AI forward deyilir və burada heç bir super reinvention yoxdur. Biz yenidən proses kəşf eləmirik, yenidən heç nə kəşf etmirik. Və var AI first. Deyəsən bu qeyd olunmuşdur AI first öncəki çıxışda. AI first isə yəqin ki, odur ki, biz yenidən prosesi yenidən baxırıq, başqa cürə baxırıq. Və mənə gəlir ki, biz underestimate edirik bu AI mövzusunu və bir çoxumuz bu mövzuya baxırıq, just another tool, just another technology. Prosto yaxşı işləyir də sadəcə olaraq digərlərindən. Amma elə deyil. Yəni bu mənim şəxsi fikrimdən yanıla bilərəm. Bəlkə də 2-3 il sonra bu danışdığımı hardasa göstərəcəklər və deyəcəklər ki, gör insan nədən danışırdı. Amma mənə gəlir ki, bu inqilabi bir texnologiyadır və internetin gəlişi zamanı gələn dəyişiklik necə baş verdisə, bu AI-ın gəlişi də o dəyişiklikləri gətirəcəkdir və buna biz belə yanaşsaq, yəqin ki, biz buna AI first kimi yanaşmalıyıq. AI forward, AI augmentation yanaşmalı deyilik və bu nə deməkdir? O deməkdir ki, bizim proseslər təzədən icad olunmalıdır. Artıq bu texnologiyanı nəzərə alaraq təzədən icad olunmalıdır. Buna bizim şassimiz köhnə texnologiyaların və onlar pis deyil. Bəzi taskları həll eləmək üçün mütləq deyil ki, generative AI eləyərsiniz. Daha deterministik olan ML modellər daha yaxşı həll edə bilər. Amma biz əgər AI transformasiyadan, Gen AI transformasiyadan danışırıqsa, bizim proseslər kökündə dəyişməlidir. Və indi bunu bağlayıram sizin suala, biraz uzaqlaşdım və qaytarıram. Və tək frameworklər bu problemi təəssüflər olsun ki, həll eləmir. Bəli, AI governance çox vacibdir. Security, sizin çəkdiyiniz nümunə responsibility, AI agent'a töhmət vermək olmur. Orada demək ki, insan olmalıdır, kiməsə nəticədə töhmət vermək lazımdır. Orada demək ki, bir responsible center olmalıdır. Digər bu AI-ın gəlişi 12 yoxsa 13 yeni vector of cyber attacks açır. O məsələlər də vacibdir. Amma daha böyük suala gəlsək ki, AI transformasiyanı, real AI transformasiyanı eləmək üçün tək governance framework, o 8 nəfər cavab verən tək o governance framework yetərmi? Məncə yox. Və bu daha kompleks problemdir. Kompleks problem ona görədir ki, biz AI-ı, generative AI-ı tək texnologiya kimi yox, axın kimi qəbul eləməyə, bacarmağa başlamalıyıq. Və bu axın artıq bizim ondan öncəki verdiyiniz sualda futuristik, amma məncə futurizm deyil bu. Bu bizim bugünkü gündür və artıq həyatımızdadır.
və biz öyrənməliyik ki, biz necə buna baxırıq və düşünürəm ki, düzgün baxırıq. Biz generative AI-ı elə düşünürük ki, sanki əgər generative AI insan olsaydı, insanın bacarıqları olsaydı və proseslər də o formada dəyişməlidir. Long story short, vaxtı çox aldım. Qısa olaraq onu orada dayanmaq istəyirəm ki, bir neçə daha praktiki desək, kompleks komponentlərdən ibarət problemdir və AI governance, overall governance framework bu problemin bir hissəsidir. Bu problemin daha böyük və daha vacib infrastruktur hissəsi var. Ona görə ki, biz suverenliyimizi qurmalıyıq və müştəri məlumatlarını ölkə daxilində saxlamalıyıq. Müştəri məlumatlarını ölkə daxilində saxlamaq üçün demək ki, bizə GPU infrastrukturu lazımdır, lokal modelləri treyn eləmək və istifadə eləmək üçün. O problemi həll etmək üçün də bizə lazımdır GPU-ları istifadə eləməyi öyrənmək. Və bundan da böyük problem insanlardır, hansı ki öyrənməyə bağlıdır. Bizə lazımdır kütlə, insanlar, hansılar ki bu sahəni maraqlıdır öyrənməyə, istəkləri var və bacarıqları var istəkməyə. Hal-hazırda biz Paşa Holding olaraq bir sıra bizim şirkətlərdə vakansiyalar var, AI sahəsi üzrə, data science sahəsi üzrə. Hansılar ki biz doldurmağa çalışırıq, amma yenə də çətinlik çəkirik və düşünürük ki, bəlkə də biz o təşkilatlardan olmalıyıq ki, və yəqin ki elədir də və onu başlayırıq eləməyə ki, necə data mövzusunda elədik, bu mövzuda da akademiyaları qurmaq və akademiyalarla sıx işləmək ki, biz insanları artıq yeni düşüncə, bu düşüncə ilə bacara biləcək insanları bizim təşkilatlara gətirək. Yəni, bu qədər maraqlı olsa, sonra detalları bölüşərək, sizi çox yormadan dayanım burada. Təşəkkürlər, çox geniş məlumat idi. Xüsusən hansı məqamı mən əslində istəyirdim, öz fikrimdə bildirim. Bir AI layihəni hansısa bir qurumda və yaxud şirkətdə tətbiq eləmək üçün bura ciddi bir komanda cəlb olunmalıdır. Tək bir AI engineer və yaxud hansısa ML engineer gəlib orada bir ciddi bir AI layihəsini eləyə bilməz. Məsələn, ən azı öz timsalımızda mən götürürəm ki, bizim e-advisory vətəndaşlara veriləcək, məsləhət şəklində veriləcək o sistemin qurulması üçün ora onlarla əməkdaş cəlb olunub. Ora DevOpslar cəlb olunub, hansı ki orada o klasteri qaldıracaqlar, klasterdə istifadə olacaq agenti quracaqlar, onun üzərindən GPU-larla işləyə biləcək mütəxəssis lazımdır. GPU-lar tutaq ki, install olunub və access verilib, onlarla işləyə biləcək mütəxəssis, engineer lazımdır ki, oradakı modeli doğru şəkildə treyn eləsin. Eyni zamanda data engineer lazımdır ki, oradakı dataları ümumiyyətlə mənbələrdən çəkib həmin o AI modelini ötürsün. Bu kompleks bir tim şəklində görə biləcək bir işdir. Yəni, bir AI mühəndislə maksimum kiçik bir, hansısa bir FAQ bez bir iş görmək olar. Daha böyük skopda bura kifayət qədər əməkdaşlar cəlb olunmalıdır. Və eyni zamanda talent məsələsi, bu da çox önəmli məsələdir. Hazır sual gəlmişkən elə zaten biz davam edəcəyik, amma davamlı suallar gəlir, o suallara baxaram, sırf bu mövzu ilə də əlaqədar bəzi suallar gəlir. Düz suallar azlıq, xahiş edir, biraz aktiv iştirak eləyəsiniz. Zaten heç yana gedmir, hələ ki buradayıq. Yəni, talent birincisi vətəndaşlar özləri inkişaf eləməlidir və bunun necə əhəmiyyətli bir skop olduğunu özləri dərk eləməlidir. İkinci problem, üzr istəyirəm, universitetlərdən müəyyən qədər qaylaqlana bilər. Xahiş edirəm, bunu problem kimi qeyd eləməyin, amma çox istərdik ki, universitet təhsillərində çox ciddi şəkildə AI track olsun. Yəni, ora girən və o universitetdə oxuyan tələbə AI barədə həm praktiki, həm də nəzəri şəkildə kifayət qədər biliklər alsın. Ondan sonra yenidən universiteti xaric olub, yenidən kursa gedib, hansısa kursda nələri öyrənməsin. Universitet təhsilində bu talent base-i biz dövlət olaraq kifayət qədər qaldırmalıyıq. Biz data governance istiqamətində yenə müzakirəyə davam edəcəyik əslində. Biz praktiki tətbiqlərdən və həllərdən danışdıq. Sami bəy, VSROğlu qrupunda süni intellektin praktiki tətbiqləri barədə nələr danışa bilərsiniz, nələr test olunur, nələr production'a getmək mərhələsindədir, hansı addımlar atılır? Sağ olun Kəmran müəllim. Bizim
grup olarak da belki hamı bilir zaten Araz marketlerde bizim şirketler grubumuzun bir şirketi. Orada işte mobil tatbikinde bilirsiniz orada bir chatbot var Araz Baba. Misal orada yine suni intellekt üzerinden sizinle danışır. Biz distribüsyon tarafında hususiyle 2024. yıl ve 25. yılda fokus olduk ki daha efektif bir model yaratalım go to market tarafında. Satış temsilcileri bizim FMCG sektörü olduğu için süratle sektör değişir. Distribüsyon büyür, pazarda yani talebat farklanabilir ya da bugün sattığımız çeşitler yarın satılır satılmaz. Bir yandan da temsilcilerde de ister istemez belki bir turnover olur. Dolayısıyla biz daha efektif bir model nece yaratabiliriz diye fikirleştik. Tabii bunun menbaında yine data ile analizler yapardık ki bir temsilci ne kadar vaktini harcayır bir müşterimize gittiğinde bunları analiz ettik. Hem datalara esasen ama ben burada şunu da ilave etmek istiyorum. Yani her şey teessüf ki sistemlerden almak olmuyor. Yani sahaya inmek bence çok önemli bu noktada. Yani ben özümde satıştan da gelme biri olarak yani o derler bizde rafın tozunu yutmak. Yani sahada olmak, o müşteride nece işler aparılıyor, ne işler gidiyor bunları monitör etmek de çok vacip bence. Dolayısıyla bunları monitör ederek biz vaktları müeyyen ettik ama tabii ki satış datalarımızı da analiz ettik. Ne kadar çeşit satıyoruz müşterilere bunlara baktık ve müşterilerimizi işte klasifikasyon sınıflandırdık. Her bir müşteriye biz ne kadar vakit ayırmamız lazım, ne frekansla müşterilerimizi ziyaret etmemiz lazım. Bunlar üzerine analitikalar yapardık ve yine suni intellektin de desteğiyle onların gündelik olarak ya düzü aylık olarak her hafta her gün hansı müşterilere gitmeliler, iş başladığında hansı ardıcıllıkla gitmeliler ve böylelikle yola minimum vakit ama müşteriye maksimum vakit harcayarak ve her bir müşterinin de aslında harçlanması kadar gerekli olduğu kadar da ona vakit ayırmalarını temin ederek tüm modeli baştan aşağı değiştirdik. Kategorilerin işte satış yaptıkları kategorileri optimize ettik. Her müşteriye her malı bizim portföyümüz de çok geniş. Satabilmeleri de aslında hem fokusunu yayındırıyor temsilcilerin hem de müşteri de belki o mahsul o müşteride satılacak bir mahsul değil. Dolayısıyla bu da silinmeye sebep oluyor ki bu tüm Azerbaycan için bile bir zarar. Biz burada onları da segmente ederek hem müşterilere doğru portföyle gidilsin, doğru vakit harcansın, yola minimum vakit olsun ve zamana genellikle de işin efektifliğini kaldıracak şekilde tüm Azerbaycan üzere sistemimizi baştan aşağı revize ettik. Şimdi yine bir proje üzerinde işleri ki bu da yine suni intellekt desteğiyle aslında image recognition'la bildiğiniz gibi yine FMCG retail sektöründe tabii ki her brandin her diyelim ki şirketin rafta bir düzülüş talebi var. Müşterilerin özlerinin de tabii ki talepleri var. Bunlar bir yandan da mevcutluk da var. Biz yine müşterilerimizde işte çekilen şekiller üzerinden bugün burada da gördüğümüz üzere image recognition mentiğiyle istediğimiz düzülüşte raflar düzülmüş mü, arzu ettiğimiz gibi mevcutluğumuz yerinde mi bunları anında tespit etmekten öte bunu da bir növ aksiyeye çevirecek şekilde sipariş yaratabilecek ya da tapşırıklar yaratarak merchandising komandolarına bunları aslında hem tüketicinin de rafa gittiğinde mahsulü aynı standartta tapabilmesi ni temin edecek şekilde yine suni intellekte bir projektimiz devam ediyor testleri şu an sahada. En başta bunlardan bahsedebilirim. Çok da vakit almak istemediğim için. Təşəkkürlər, çox geniş məlumat verdiniz. Buyurun. Mən öz sonuncu sualımı data governance ilə əlaqəli ünvanlayım. Ondan sonra iştirakçıların da suallarının
üzərindən keçərdik. Vüqar bəy, Valid bəy kifayət qədər data governance ilə əlaqəli məlumat verdi. Mən əminəm ki, sizə də Mərkəzi Bankda bu barədə kifayət qədər təcrübə var. Data idarə edilməsi qurulmadan süni intellekt modellərini qurmağa başlayarkən ümumiyyətlə təşkilatlar hansı risklərlə üzləşə bilər? Təşəkkür edirəm. Deməli, yenə bir statistika nəzərinizə çatdırmaq istəyirəm ki, Gartner'ın bu araşdırmalar edən mötəbər bir qurumdur. Onun statistikasına əsasən 2026-cı ilin sonuna qədər data idarə edilməsini qurmadan, yəni qura bilməyən təşkilatlar AI modelləri production'a, yəni live-a buraxdıqları zaman onların 80%-nin fail olacağı proqnozlaşdırılır. Onların uğursuz olacağı proqnozlaşdırılır. Bunun əsas səbəbi nədən ibarətdir? Əsas səbəbi ondan ibarətdir ki, bugün sübut olunmuş, daha öncəki təqdimatlarda Tural bəyin və digər həmkarlarımızın təqdimatlarında da göstərilən halüsinasiya, qərəz, modelin qeyri-effektiv nəticələridir. Halüsinasiyadan yoldaşlar daha çox danışdı, mən daha çox qərəzdən danışmaq istəyirəm. Yəni, bias dediyimiz AI modellərinin qərar verərkən baizlər etməsidir. Ən sadə bir nümunə, insan resurslarında düşünək ki, insanlar işləmir, bir AI model işləyir və o insanları işə götürməkdə screening prosesini həyata keçirir və qərarları o verir. Bu halda, əgər bu modelə bir nəzarət çərçivəsi, bir AI governance, bir data governance yoxdursa, nə baş verə bilər? Model müəyyən müddətdən sonra özü kişilərə və yaxud da qadınlara daha çox üstünlük verər. Əvvəlki təqdimatlarda da qeyd olundu ki, mütəmadi olaraq onun monitorinqi lazımdır. Yəni, kiçik riyazi modellərlə hətta bir sample yaradaraq müraciət edən kişilərin sayı, qadınların sayı və seçimləri gündəlik və ya aylıq monitorinq eləyərək, hətta bunları avtomatlaşdırmaraq, modelin hansı istiqamətdə cavab verdiyi və onların cinsə görə baiz eləyib eləmədiyini müəyyən edə bilərik. Yəni, buradakı çərçivənin məqsədi daha çox texniki adamlar çərçivələrə həmişə bəyənmir, daha çox uzaq olurlar. Çünki onlar biraz, mühəndislər daha çox belə biraz kosmonavt kimi olur da, yəni onlar biraz bu çərçivəyə girmək istəmirlər, mən onları başa düşürəm. Amma dediyim kimi, bayaq da qeyd etdim ki, bu bürokratiya gətirmir. Əksinə, bugün sürətli qərar verdiyimiz üçün sürətli də səhv etmə potensialımız var və biznesin itirəcəyi xərclər var və biznesdən kifayətlənmir. Çünki dövlətin əsas məqsədi vətəndaşlarının qorumaqdır və bu biznesin təqdim etdiyi məhsullardan da vətəndaşlar istifadə edir. Bu baxımdan regulasiyaya bu pəncərədən baxmalıyıq. Və biz yenə Mərkəzi Bank olaraq bu trendi görürük. Əvvəl də bizdə data timlər olubdu. Ancaq 2024-cü ilin iyun ayından Mərkəzi Bankda fokuslanmış data departamenti yaradılıb. Onun həm governance, həm əməliyyat analitika, həm mühəndislik və süni intellekt üzrə aidiyyatı şöbələri fəaliyyət göstərir və növbəti il ərzində də süni intellekti tənzimləyəcək bir çərçivənin elan olunması gözlənilir. Burada oxşar təcrübələr baxılıb, yəni analoji təcrübələrə baxılıb. Xüsusi riskli sahələrdən biri də maliyyə sahəsidir. Səhiyyə, təhlükəsizlikdə buna misal vermək olar. Bu baxımdan biz tənzimləməni bürokratiya olaraq yox, əksinə həm biznesin, həm vətəndaşların əlavə xərc və risklərdən qorunması kimi baxırıq. Təşəkkür edirəm. Çox təşəkkürlər geniş məlumata görə. Bizim əslində vaxtımız bitib, amma son 2-3 sualı da istərdim iştirakçılardan götürün və o formada bitirək. Ondan öncə, bundan sonraki slaydı zəhmət olmasa, bunu müzakirə etməyə təəssüf ki, vaxtımız olmayacaq. Bundan sonraki slayd hansı idi? Budur. Zəhmət olmasa QR kodu oxuyaq və bu qorxulu suala öz rəyimizi bildirək. Əminəm ki, burada oturanların hamısı içi biz qarışıq. Bu məqamdan narahatıq. Zəhmət olmasa web səhifəyə keçək, iştirakçıların cavablarını görək.
İştirakçılardan maraqlı suallar gəlib. Çox sürətli şəkildə bəzilərinin üzərindən keçəcəyik. Okay. Çox maraqlı nəticələrdir, görsənir. Ən azından narahat olduğunuz məqam təxmini olaraq hiss olunur. Bəli, bir çox peşələri əvəz edəcək. Bu, cəmi 3 nəfər buna cavab verib. Qismən bəzi işlər dəyişəcək, amma yeniləri yanacaq. Tam doğru cavab budur. Dəqiq bilmirəm, amma dəyişməz qaçılmaz, dəyişiklik qaçılmazdır. Təbii ki, bir çox iş yerləri dəyişəcək. Bu, ciddi şəkildə revolüsiyadır, inqilabdır, kifayət qədər iş yerləri dəyişəcək. Amma əvəzinə əlavə vəzifələr ortaya çıxacaq. Mən son, məsələn, 25 illik karyera gedişatımda bunun dəfələrlə şahidi olmuşam. Fərqli stejləri keçə-keçə. Məsələn, 10 il əvvəl, əgər biz data engineer adı deyirdiksə, ümumiyyətlə, data ilə işləyən ancaq database administratoru var idi və data engineer də müəyyən qədər hallanırdı. Amma illər keçdi, big data boomu belə geniş vüsət aldı və ortaya bir çox yeni texnologiyalar çıxmağa başladı, yeni vəzifələr çıxmağa başladı. Data engineer, data platform engineer, artıq platform engineer tam başqa bir ixtisas oldu. Data ops engineer, cloud data engineer, data reliability engineer. Eyni şey data governance ilə əlaqəli ortaya çıxmağa başladı. Yeni ixtisaslar çıxdı. Həqiqətən, yəni o transformationda özüm şəxsən iştirak eləmişəm, belə canlı olaraq görmüşəm ki, Chief Data Officer məfhumu Azərbaycanda gəldi. Bir çox qurum özünə Chief Data Officer, CDO təyin etməyə başladı. Çox sevindirici haldır. Data Governance Lead, Data Steward, Data Catalog Manager, Data Quality Manager və AI Data Governance Expert. Bunlar hamısı yeni ixtisaslardır. Yəni, AI nələrisə əvəz etdikcə, nələrisə də yeni bir ixtisaslar yaranacaq və rutin işlə məşğul olmaq sonu yavaş-yavaş gələcək. Mən bu çıxışa ümumiyyətlə panelə hazırlaşana qədər normal da fərqli panellər, xaricdəki panellərə baxırdım. Maraqlı bir panel var idi. 5 iştirakçı idi, ikisi Nobel mükafatçısı idi. MIT, Stanford və s. professorlar idi. Yəni, davamlı olaraq yerdən bu tip suallar verdilər. Necə olacaq, nə olacaq? Yəni, 2 Nobel mükafatçının iştirak elədiyi bir paneldə ümumilikdə bir 10-15 dəfə I don't know eşitdim. Yəni, onlar belə bilmirlər ki, nə baş verəcək. Azı bir 10-15 dəfə o bilmirəm ifadəsini mən eşitdim. Çünki doğrudan da o qədər böyük bir sürətlə inkişaf edir ki, o dəyişikliyi tutmaq olmur. Çox sürətlə bəzi sualların üzərindən keçək. Sual gəlib ki, materialların çoxsu ingilis dilindədir. 2x-la danışacağım məcburən. Materialların çoxsu ingilis dilindədir. Biz ingilis dilində bunu Azərbaycanca necə tərcümə eləyib oxuya bilərik. Çox yanlış fikirdir. Direkt bildirirəm bunu. Çünki yəni, ingilis dilini bilmək, əgər kompüter mühəndisi olacaqsa həmin vətəndaş iştirakçı, xüsusən də AI eksperti olacaqsa, bütün məqalələr, bütün elmi araşdırmalar, bütün kitablar, bütün yazılar, bütün postlar hamısı ingilis dilindədir. Məcburən ingilisini öyrənmək lazımdır. Azərbaycan dilinə də indi kimsə məqalə yazsa, təbii ki, o məqalələri ara-sıra oxuya bilər, amma mütləq şəkildə ingilis dilində olmalıdır. Sual sonra gəlib ki, AI və ümumiyyətlə data analitika və data barədə hansı çağırışlar görülür. Məlumat üçün bildirmək istəyirəm ki, 2 il bundan öncə Dünya Bankı Azərbaycan dövlət qurumlarına audit elədi və audit nəticəsində data idarə etçiliyi barədə, data governance barədə böyük bir strategiya sənədi hazırladı. O strategiya sənədi daha sonra Rabitə Nazirliyinə ötürüldü və Rabitə Nazirliyi də onu adəti qurumlara ötürdü. O sənəd üzərində biz də çox geniş işlər gördük və hal-hazırda bitmə mərhələsindədir və böyük ehtimal ki, növbəti il, necə ki, bu il süni intellekt strategiyası çıxdı ortaya, Cənab Prezidentin fərmanı ilə eyni səviyyədə data governance strategiyası, data idarəçi strategiyası ortaya çıxacaq və orada ciddi şəkildə çağırışlar var, bulut sistemlərinin, governance bulut sistemlərinə keçid, data lake-lərin qurulması, data əsaslı qərar vermənin dövlət qurumlarında məcburi şəkildə belə hədəf kimi qoyulma mərhələləri nəzərə tutulur. Son bir sualı götürə bilərəm, çünki artıq kifayət qədər vaxt gedib, üzr istəyirəm. Belə bir sual gəlib, ekrana yansıt
Əgər işləyirsə görəcəyik. Okey, ekrana yansımadısa, ekrana yansıdı deyəsən. Dövlətə xas olan konfidensial məlumat kütləsinin AI agentlərdən istifadə zamanı sızması, təhlükəsi dövlət müəssisələrində nəzərə alınırmı və hansı üsulla? Bu sual Vüqar Məsimov ünvanlanıb, amma digər əməkdaşlar da spikerə cavab verə bilər. Normalda məlumat üçün bildirim ki, əgər siz dövlət qurumunda çalışa-çalışa təcili hesabat vermək üçün konfidensial məlumatları ChatGPT-yə upload eləyib, oradan hansısa bir nəticəni gözləmirsinizsə, məlumat sızmasından söz gedə bilməz. Bunu ancaq manual şəkildə eləyə bilərsiniz. Yəni, digər hallarda məlumat sızmasından söz gedə bilməz. Əgər hansı dövlət qurumlarından, chatbotlarından söhbət gedirsə, bu da Open AI modeli üzrə qurulmayan chatbotlardır. Bunların əksəriyyəti lokal chatbotlardır. Əgər kimsə cavab vermək istəyirsə, fikrim... Mən cavab vermək istəmirəm, əlavə eləmək istəyirəm sizin deyəcək. Əgər siz dövlət qurumunda işləyərək hansısa məxfi məlumat, konfidensial və yaxud sir kəsb edən məlumatları OpenAI-yə upload eləsəz, mən elə gəlir ki, bu arada sözün əsl mənasında AI sizin işinizi əlinizdən alacaqdır. Ona görə ki, buna görə məsuliyyət var. Qısa olaraq deyim, bayaq ki, siz qeyd edədiniz test-test sualları. Mən elə gəlir burada bir kvotla deyəcəm, çox qısa deyəcəm. AI heç kimin işini əlindən almayacaq da, birbaşa AI olaraq, öz olaraq. Sadəcə olaraq bəzi vəzifələrin tələbatı ola bilsin ki, azalsın. Amma vacib burada nədir? AI-yə istifadə eləməyi, düzgün istifadə eləməyi və AI-dən faydalanmağı bacaran digər insanlar AI istifadə eləməyi bacarmayan və faydalanmağı bacarmayan insanların əlindən iş alacaqlar. Yəqin ki, bu istiqamətdən sonra biraz interact elədim. Həmkarlardan fikir bildirmək istəyən varsa. Bəli, mən də dövlət qurum perspektivindən cavab verim ki, təhlükəsizliyə səlahiyyətli qurumlar tərəfindən bu trend təbii ki, görülür. Onlar tərəfindən də mütəmadi olaraq bütün dövlət qurumlarına və bizə də bununla bağlı tələblər gəlir, sorğular gəlir, nə edilməlidir, nə edilməməlidir, hazırki modellər nələrdir. Əlavə olaraq, Kamran müəllim də qeyd elədiyi üçün, yəni, dövlət qurumu bir modeli işlədirsə, cloudda olan bir modeldən söhbət gedə bilməz. Nəinki AI, heç Power BI-da və yaxud da Tableau kimi toollarda qurulan dashboardlarda belə biz də clouddan istifadə edə bilmirik. Çünki burada suverenlik məsələsi var. Bu da çox kifayət qədər önəmli bir məsələdir ki, yəni həm fərdi məlumatların, həm ümumi konfidensial məlumatların transsərhəd ötürülməsi məsələsi var. Fərdi məlumatlar haqqında qanunda da qeyd olunur ki, ötürülmə hansı hallarda baş verə bilər? Yəni anonimləşdirmə, şəxsin razılığı, o halda ki, bu milli təhlükəsizliyə hər hansı bir təsiri yoxdur. Yəni, bu məsələlər ciddi nəzarət altındadır və bir mənalı şəkildə cloud rejimlərindən istifadə edilmir. Təşəkkür ederim. Çox sağ olun. Vaxtımızdan kifayət qədər ötüb, burada bəzi suallar var, amma o sualları ən azı spikerlər müəyyən qədər buradadır, individual olaraq o sualları ala bilərik. Hörmətli spikerlər, hamınıza təşəkkür edirəm. Vaxt ayırdınız, burada spiker qismində suallara cavab verdiniz. Hörmətli iştirakçılar, sizlərin də hamınıza təşəkkür edirəm. Sona qədər qaldınız və ən azı AI barədə, AI governance barədə, data barədə hansısa bir müəyyən bir məlumatlar əldə etmək imkanımız oldu. Hörmətli təşkilatçılar, sizə də xüsusi təşəkkür etmək istəyirəm. AI istiqamətində həqiqətən bu tip forumların, zirvələrin, bu tip görüşlərin keçirməsi bizim ölkəmiz üçün, dövlətimiz üçün, millətimiz üçün çox əhəmiyyətlidir. Təşəkkür edirəm. Biz sizə təşəkkür edirik, çox sağ olun maraqlı müzakirəyə görə və sonda sizə də təşəkkür plaketlərimiz olacaq. Rica edirik ki, Kamran bəy ilk təşəkkür plaketini bizdən qəbul edəsiniz, ardından isə spikerlər bizə təqdim edəcəyik. Bizlə bərabər olan qonaqlarımızın hər birinə sonsuz təşəkkürümüzü bildiririk. İnanırıq ki, növbəti zirvələrə sizlə bərabər şahidlik edəcəyik, əziz qonaqlar. Əgər bu dəqiqələrə kimi buradasınızsa, sonda bir ricamız olacaq ki, elə kollektiv fotonun çəkilməsində də siz də yaxından iştirak edəsiniz. Biz plaketləri təqdim etdikdən sonra elə bu səhnədə
kollektiv bir foto çəkəcəyik. Bu dəqiqəyə kimi burada olan bütün qonaqlarımızdan rica edəcəyik ki, bizlə bərabər bu fotonun çəkilməsində yaxından iştirak etsinlər. İndi isə biz hələ ki spikerlərimizə, moderatorumuza təşəkkürümüzü bildiririk, onlara təşəkkür plaketlərini, həmçinin başkənddən olan hədiyyə paketini təqdim edirik. Bizlə bərabər olan sponsorlarımıza, tərəfdaşlarımıza sonsuz təşəkkürümüzü bildiririk. Texniki heyətə xüsusi təşəkkürümüzü bildiririk. Gülüstan Sarayının əməkdaşlarına da çox sağ ol deyirik ki, bu bir neçə saat ərzində bizlə bərabər oldular. Operatorlarımıza, fotoqraf, videoqraflarımıza hər birinə çox sağ ol deyirik. Və bir kollektiv foto çəkirik. İlk olaraq biz spikerlərimizlə, bu panelin iştirakçıları ilə. Hörmətli Tural bəy, sizdən də rica edəcəyik ki, səhnəyə buyurasınız. Sizə də bir təşəkkür plaketimiz var. Siz də bugünkü bizim forumumuza, zirvəmizə öz təqdimatınızla xüsusi bir rəng qatdınız. Xahiş edirik ki, səhnəyə gələsiniz Tural bəy. Rica edirik. Və nə qədər ki, buradayıq, adları çəkilən bütün texniki heyətin nümayəndələri üçün də gəlin bir təşəkkür alqışı səsləndirək. Çünki onlar da bugün əmək sərf etdilər, bizlə bərabər oldular. Onların hər birinə sonsuz təşəkkürümüzü bildiririk və sonda bir kollektiv şəkil çəkək, ardından isə bizlə bərabər olan iştirakçıları da səhnəyə dəvət edəcəyik. Əziz qonaqlar, beləliklə biz artıq sizlə bərabər Data, ERP və Süni İntellekt zirvəsinin ilk anının şahidi olduq və günümüz artıq başa çatır. Təşəkkür edirik və sizi səhnədə gözləyirik. Xahiş edirik, əyləşməyəsiniz, siz də səhnədə qalasınız. Əziz spikerlərimiz, moderatorumuz, hər kəslə bərabər. Əyləşən qonaqlarımız, istəyinizdə varsa biz sizi səhnədə gözləyirik. Gəlin səhnəyə bir kollektiv foto çəkəcəyik. Bütün iştirakçılara bu şamil olunur. Ona görə də xahiş edirik ki, səhnəyə buyurasınız və kollektiv foto çəkirik. Kim yerləşmirsə səhnənin önündən də dayana bilər. Çünki səhnəmiz hamını yerləşdirəcək qədər deyil. Ona görə səhnə önündən də dayandıqda hamı görünəcək. Yerləşirikmi fotoya hamımız? Kənarda dayananlar, bir qədər yanakı dayanaq ki, hamı yerləşə bilsin. Orada olanlar görünmür, məndən sağ tərəfdə olanlar görünmür, əfsuslar olsun. Sonda bir video da çəkəcəyik və videoqrafımızdan xahiş edirik, stop verməsin kadra. Bir alqışınızı istəyəcəyik sonda. Data, ERP və Süni İntellekt zirvəsi uğurla yekunlaşdı. İştirak edən, əməyi olan hər kəsə sonsuz təşəkkür edirik. Növbəti zirvələrdə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.